Değerli izləyicilər, Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağındayıq. Burada sizlərə 19 mərtəbəli binanın 11-ci mərtəbəsində qanuni 2 otaq 90 kvadrat ümumi ölçüsü olan yeni təmirli bir mənzil təqdim edəcəm. Sizlərə mənzil təmirdən sonra yaşayış olmayıb mənzildə gördüyünüz kimi, videodan da göründüyü kimi hal-hazırda mənzilin geniş, işıqlı qonaq otağındayıq. Görürsünüz, burada TV stent qurulub, oradan eyvana keçid mümkündür və dairəvi belə bir pəncərə sistemi mövcuddur. Otaqda kifayət qədər genişdir, rahat bir otaqdır. Burada mənzilin giriş qapısı yerləşir. Giriş qapıdan daxil olduqda olduqca geniş sahəyə malik olan dəhliz isə bizi qarşılayır. Sol tərəfdə istəsəniz qardırob mebeli yığa bilərsiniz. Həmçinin bu istiqamətdə də mebel yığa bilərsiniz. Yataq otağı burada yerləşir. Qonaq otağını sizlərə göstərdim. Mətbəx və sanitar qovşaqsa burada yerləşməkdədir. Yataq otağını sizlərə göstərim. Gördüyünüz kimi bu formadadır, bu ölçüdədir. Normal ölçüsü var yataq otağında. Rahatlıqla əşyalarınızı, mebellərinizi bura yerləşdirə bilərsiniz. Həmçinin də burada belə bir şkaf yığmaq üçün də ayrılmış sahə mövcuddur. Mənzilin baxışı binanın həyəti istiqamətindədir, gün düşən mənzildir. Binada geniş həyət, yeraltı avtoparking mövcuddur. İnfrastrukturla zəngin bir ərazidə yerləşir, yaxınlıqda lazım olan bütün yaşayış obyektləri yerləşməkdədir. Burada isə mənzilin mətbəx hissəsini görürsünüz. Sağ tərəfdə mətbəx mebelimiz quraşdırılıb. Gördüyünüz kimi qaz plitəsi moydadır, aspiratoruna kimi quraşdırılıb. Burada paltaryanın və soyuducunun yeri də nəzərə alınmışdır. Buradan isə mənzildə kiçik bir eyvan var və burada kombi aparatı da quraşdırılmış şəkildədir. Gördüyünüz kimi mənzil bu şəkildədir. Son olaraq sizlərə sanitar qovşağını da göstəreyim. Burada isə mənzilin sanitar qovşağı yerləşir və bütün hamam tualet aksesuarları ilə təmin olunmuş şəkildədir. Mənzil haqqında ümumi məlumat verim. Mənzilimiz yerləşir Yeni Yasamalda Əsəd Əhmədov küçəsinin sonu 77 nömrəli avtobusun son dayanacağında yerləşir. 19 mərtəbəli binanın 11-ci mərtəbəsində qanuni 2 otaq 90 kvadrat ölçülü bir mənzildir. Sənədlər tam qaydasında, kupça çıxarış mövcuddur, əldədir. 90 kvadrat ümumi sahəsi var mənzilin. Yeni təmirlidir, təmirdən sonra yaşayış olmayıb. Açarları bizdədir. Günün istənilən vaxtı mənzilə baxış keçirmək mümkündür. Bu gördüyünüz mənzilin qiyməti 170 min manat təyin olunub. Real-aziya endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.